Salam əziz 5-ci siniflər. Biz bu günlər içində səhifə 81-də yerləşən sifətləşmə mövzusunun bəhsini izah verməyə çalışacağıq. Deməli, birinci sualımızda bizə deyir ki, hansı sualına cavab verən ismi müəyyən eləyin. Hansı sualına? Məktəbdən gələndə. Burada birinci ismimiz məktəbdən sözüdür, düzdür? Məktəbdən. Burada məktəbdən hansı suala cavab verir? Haradan? Deməli, A deyil cavabımız. Bürünc medal. Bürünc də medal da. Hər ikisi isimdir. Nə medal? Necə medal? Hansı medal? Bürünc. Cavabımız B olacaq elə. Nə yaşıl şar. Şar isimdir. Nə sualına cavab verir? Hansı şal? Yaşıl şal. Yaşıl artıq burada sifətdir. İsim deyil. Ona görə C bizə lazım deyil. Gülün ətri. Nəyi ətri? Ətri isimdir. Nəyi sualına cavab verir? Nəyin gülün? Gülün də isimdir. Nəyi sualına cavab verir? Cavabımız B olur. İndi sifətləşmə nədir uşaqlar? Sifətləşmə deməli bəzi isimlər söz birləşməsi və cümlə daxilində varlığın əlamətini ifadə edə bilir. Buna ismin sifətləşməsi deyilir. Məsələn, daş hasar. Daş da isimdir, hasar da isimdir. Amma ismin sualı kim, nə, haradır? Niyə burada daş ismi necə sualına cavab verir? Çünki isimləşib. Yun corab. Niyə burada yun ismi necə sualına cavab verir? Çünki sifətləşib. İsimləşib də deyirəm, üzr istəyirəm. Sonra dəri çanta. Dəri ismi niyə burada necə sualına cavab verir? Çünki sifətləşib. Baxın, sifətləşən ismi tapmaq üçün deməli, ismin çıxışlıq hal şəkilçisi olan danday şəkilçisindən istifadə edə bilərik. Bax, həmin ismin üzərində dandəni artıra biliriksə, deməli, o sifətləşib. Daha doğrusu, nə cür sualına cavab verin, sözün üzərində dan şəkilçisini artıra biliriksə, deməli, sifətləşib. Məsələn, daşdan hasar deyə bilərsən, yundan corab deyə bilərsən, niyə xeyirdir? Daşdan hasar. Yəni, daşdan ibarət olan hasar. Yundan corab. Yundan olan corab. Sonra dərdən çanta deyə bilərsən, deyə bilərik. Deməli, bunlar isimləşən, daha doğrusu sifətləşən isimlərdir. İndi Y-də deyil. Verilmiş cümlələrdə hansı sözlər sifətləşib? Aha. Bu qızıl saatdan cəmi 50 ədəd istehsal olunub. Nədən? Saatdan. Hansı saatdan? Qızıl. Burada qızıl ismi sifətləşdiyi üçün hansı sualına cavab verir? Birdə oldu qızıl. Ev uca daş hasarla əhatə olunmuşdur. Nə ilə hasarla? Necə hasarla? Daş. Daşdan hasarla deyə bilərik. Deməli, burada daş ismi sifətləşib. Uca isə elə burada hansı sualına cavab verməyinə baxmayaraq elə sifətdir. Cavabımız 2-də olur daş sözü. Muzeydə qədim dövrlərə aid gümüş bilərzik vardı. Bax, nəyə dövrlərə, hansı dövrlərə qədim? Qədim burada elə sifətdir. Ona görə necə hansı sualına cavab verir? Bu getdi. Amma gümüş bilərzik. Gümüşdən bilərzik deyə bilərik. Deməli, burada gümüş ismi sifətləşdiyi üçün hansı sualına cavab verir? Burada da gümüşdür cavabımız. Bu zavodda beton konstruksiyalar hazırlanır. Nələr konstruksiyalar? Necə konstruksiyalar? Beton. Betondan konstruksiyalar deyə bilərik. Deməli, burada cavabımız 4-də də beton sözü. Sonra. Ədə. Aşağıdakı isimləri cümlələrdə elə işlədin ki, necə və ya hansı sualına cavab versin. B-də də deyir ki, nə sualına cavab versin. İndi, bax, ipək sözünü işlədək. Həm nə sualına cavab verən kimi, həm də necə hansı. İpək parça. Bu da hansı suala cavab verir? İpək köynək. Hansı suala cavab verir? Nə parça, necə parça? İpək parça. İpəkdən parça. Burada deməli, necə hansı sualına cavab verir? Deyirsən ki, ipək aldım. Ne etdim? Aldım. Nə? İpək. Deməli, burada da nə sualına cavab verdi? Sonra gəlin işlədək. Taxta sözü. Deyirəm ki, taxta qapı. Necə? Qapı. Aha. Necə sualınız? Taxta qapı. Burada necə qapı? Hansı qapı sualına cavab verdi? Taxta ismi. İsimləşdi. Düzdür. Deyirsən ki, taxta al. Ay sol olsun elə. Taxta al. Ne et? Al. Nə? Taxta. Burada da nə sualına cavab verdi?
Sonra keçək Dəmir. dəmir sözü. Necə dəmir? Bir dəqiqə. Hansı dəmir? Cümlədə işlətmək lazımdır da. Ağır dəmir. Dəmir qapı. Dəmir qapı. Necə qapı? Nə qapı? Necə qapı? Dəmir. Hansı qapı? Dəmir. Burada isimləşdi. Deyirsən ki, Poladdan dəmir. dəmir bərkdir. Bərkdir nə? Dəmir. Burada da nə sualına cavab verdi. Sonra polad. Poladı işlədək. Polad dəmir var. Ağır var. Necə? Orada necə sualın ağır cavab. Məsələn deyirsən polad balta. Necə balta? Polad balta. Nə balta? Necə balta? Polad. Hansı balta? Polad. Deyirsən ki, polad, nə bilim, bərk olur. Bərk olur nə? Polad. Burada da nə sualına cavab verdi? Bildik? Keçək növbətiyə. Efə. Sonuncudur deyəsən bu. Deyir ki, göy rənglə verilmiş sözləri Kerrol diaqramının müvafiq xanaları ilə uyğunlaşdırın. İsim, sifət. Uşaqlar, deməli buradan biz ismi tapmalıyıq. Bir də sifət. Kimlə sualına cavab verən sözü tapmalıyıq. İsimdirsə isim xanasına, sifətdirsə sifət xanasına yazmalıyıq. Yəni sifət də isimləşib kim nə sualına cavab verə bilər. İsmin də elə öz sualı kim nədir. Sonra necə hansı sualına cavab verən sözü tapıb isimləşən sifətdirsə, daha doğrusu sifətləşən isimdirsə yazırıq ismin altına. Elə sifət özü yazırıq sifətin altına. İndi baxaq. Buz heykəl. Buz hansı nitq hissəsidir? Buz. Sən ki buz aldım. Buz düşdü. Nə düşdü? Amma isimdir, bəli. Amma burada buz heykəl necə heykəl? Necə sualına cavab verir? Sifət olur. Deməli bunu yazırıq ikinci xanaya. Aşağıdakı necə hansı sualına cavab verən sözün altında. Bura. Və bu buz hansı nitq hissəsi oldu? İsim. Amma sifətləşən isim. Ona görə necə hansı sualına cavab verir? Gümrah uşaq. Gümrah uşaq necə uşaq? Gümrah ilə necə hansı sualına cavab verir? Elə özü də sifətdir. Bunu sifət xanasına yazırıq. Sonra billur güldan. Necə güldan? Billur isimdir. Billurdan güldan. Deməli, necə hansı sualına cavab verir? Amma isimdir. Sifətləşdiyinə görə necə hansı sualına cavab verir? Yazırıq bura. Sonra kitab səhifəsi nə səhifəsi? Nə sualına cavab verir və isimdir. Yazırıq. Kim nə sualına cavab verən xanaya ismin altına. Sonra qoca nəsihəti. Nə nəsihəti? Qoca nə sualına cavab verir? Amma sifətli isimləşib. Qoca kişi. Necə kişi? Yəni qoca adamın nəsihəti əslində beləymiş. Qoca adamın nəsihəti. Adam düşüb, qoca burada isimləşib. Nə sualına cavab verir və sifətdir. Sonra bənövşəyi köynək. Necə köynək? Necə sualına cavab verir? Elə özü də sifətdir yazırıq ikinci xanaya. Pəncərə şüşəsi. Nə şüşəsi? İsimdir. Nə sualına cavab verir? Yazırıq ismin altına. Kim nə sualına cavab verən xanaya. Sonra soyuğun təsiri. Soyuq. Soyuq hansı hissəsidir? Soyuq. Soyuq. Soyuq hava. Necə hava? Sifətdir. Amma soyuğun niyə kimin sualına cavab verir? Niyə iyəli hal şəkilçisi qəbul edir? Çünki isimləşib. Bunu da kimlə sualına cavab verən sifətin altına yazırıq. Bitdi. Bu qədər əziz 5-cilər gələn mövzularımızda görüşənə qədər.